Herkese salam, hər vaxtınız xeyir olsun. Bu videoda Temu'dan aldıqlarımı sizinlə bölüşürəm. Gözlər 10 mm-dir, çox keyfiyyətli gəlib gözlər. Qiymətini də sol tərəfdə qeyd etmişəm. Bu simdən oyuncaqların boynunda istifadə eləmək olar, qollarında, ayaqlarında istifadə eləmək olar. Nə çox nazikdir, nə də çox qalındır. 2 mm-dir ölçüsü, 5 metr idi. Bu ipdən isə oyuncaqları paketləyərkən üzərini lent kimi bağlamaq üçün və yaxud da qutuların üstünü bağlamaq üçün istifadə etmək olar. Bu da çox keyfiyyətli gəlib. Bu isə oyuncaqlara etiketləri asmaq üçün olan bir ipdir. İp də deyil əslində, belə bir şeydir. 1000 ədəd idi, çox sərfəli gəldi, qiyməti yəni çox yaxşı idi və 1000 ədəddir. Mən bu sifarişi, bu etiketləri sifariş eləmək üçün etmişdim. Və bu etiketləri belə gözləmirdim, yəni çox yaxşı gəlib. 200 ədəddir və görürsünüz, material da qalındır, 2 üzlüdür. Qiyməti də çox uyğun idi. 200 ədədi, yəni o üz, bu üz olmaqla 200 ədədi 12 manat 9 qəpiyə aldım mən bunu. İndi videoda sizə qeyd edəcəm necə bunu belə sifariş eləmək olar. Etiketi sifariş etmək üçün, baxın, burada səbətə eklə yazılır. Burada istədiyiniz sayı seçirsiniz. Sonra kişiləşdir sözünü seçirsiniz. Və burada aşağıda biri ön üzüdür, biri arxa üzüdür. Rəsm 1-ə ön üzün, rəsm 2-yə isə arxa üzün. Telefonda düzəldib atırsınız, qaleriyadan atırsınız və sonra səbətə eklə yazırsınız və sifariş olunur. Şəkilləri isə özünüz telefonda düzəldə bilərsiniz. Mən InShot proqramında düzəltdim və atdım. Bunlar isə stikerlərdir. Stikerlərdə yenə eyni qayda ilə etiketi düzəltdiyim kimi şəklini düzəldirəm, amma stikerlər bir üzdə olur. Baxın, sol tərəfdə qiymətini də qeyd eləmişəm. Qiyməti də çox münasib idi. 140 ədəd idi və qiyməti də çox yaxşı idi. Yəni, keyfiyyəti də çox yaxşıdır. Yenə şəkli özüm düzəldib, səbətə orada əlavə etdim. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm.